Dünyada baş verən proseslər, regionda baş verən proseslər nəqliyyat marşrutlarını dəyişə də bilir. Mövcud proseslər, mövcud reallıqlar Azərbaycandan keçən dəhlizlərin əhəmiyyətini daha da artırır. Eyni zamanda nəzərə alsaq ki, biz yaxın gələcəkdə Zəngəzur dəhlizi, Trip dəhlizinin açılması hədəflənir və bu dəhlizin açılması da Azərbaycan üçün müəyyən imkanlar yaradacaqdır. Və ümumilikdə statistik rəqəmlər də göstərir ki, Azərbaycanın xidmət sektoru, xidmət sahələri inkişaf dinamikasındadır. Biz Azərbaycanın tədqiq balansına nəzərə salsaq görərik ki, Azərbaycan 2024-cü ildə deməli 3,2 milyard dollarlıq nəqliyyat xidmətləri ixrac edib ki, bu da bizə 1,3 milyard dollar müsbət saldo əldə etməyə imkan verir. O cümlədən müsbət saldo turizm xidmətlərində də mövcuddur. Yəni bu iki sahə Azərbaycanın xidmət sahələrinin lokomotivi kimi öndə gedir və forumda səsləndiyi kimi Azərbaycan nəqliyyat əlaqələrinin artıq nəqliyyat dəhlizlərinin potensial imkanlarının artırılmasına investisiya yatırmaqdadır. Bunun nümunəsi kimi 2024-cü ildə Bakı-Tbilisi qarşısına bağlı buraxılış imkanlarının artırılması, Ələtdə görülən işlərdə Ələt terminalının illik buraxılış gücünün 25 milyon tona çatdırılması kimi istiqamətlərdə ardıcıl layihələr həyata keçirilir ki, bu da gələcəkdə həm nəqliyyat tranzit xidmətlərinin, həm də ümumilikdə xidmət sektorunun Azərbaycan iqtisadiyyatında payının artmasına öz də töhfəsini verəcəkdir.